təəssüflər olsun, çox analar uşaqlarını bilsin niyə tərbiyə eləyir, başqalarının yanında özə olmaq üçün. Deyir, dərsi oxu oğlum, xalan oğlundan geri qalmayasın, o filan Oxfordda oxuyur. Sən bax ondan geri qalmayasın. Təhsili bunun üçün verir. Qız alır oğluna, deyir tanınmış ailədən olsun, qardaşın qızını ya qonşunun oğlu getdi belə bir ailədən qız aldı. Diri-diri övladı torpağa bastırmaq kimi cinayətdir bu. Ərəblər bastırırdı, bax o qədər böyük bir cinayətdir. Sonra da uşaq tərbiyəsiz olur, qaçırlar ya psixoloqun üstünə, ya biz yazıların üstünə. Gəl ki, uşağın tərbiyəsizdir, moizə elə, nəsiyyət elə, filan elə. Deyirəm, axı, demirəm də, mən də ümumi deyə bilirəm, məndə bir xəstəlik var, xüsusi deyə bilmirəm. Ki, sən özün onu tərbiyəsiz eləmirsən. Sən bir ömür onu özün üçün böyütdün ki, mənim abrım, hörmətim, filanım, mən uşaq oldu vasitə sən üçün Allahın da azığına gəldi. Dedin, bunun vasitəsilə abrı aparım, bax.